Aşağıla. Yukarıda. Sıra tutup gel. Haydi. Acun. Ay baba. Kızı yandı ele bağlı,
Nuray. Ben orada müəllімə deyirəm, Nuraniyə. Beraber gittiğim
228 nömrəli tam orta məktəbin son zəng tədbirini açıq elan edirəm. Sözü məktəbin direktoru Azər müəllimə verirəm. Buyuruz Azər müəllim. Hörmətli tədbir iştirakçıları, hörmətli qonaqlar, hörmətli valideynlər, hörmətli müəllimlər, əziz şagirdlərimiz. Məktəbimizin bugünkü tədbirinə xoş gəlmişsiniz deyirik. Hörmətli qonaqlarımıza, hörmətli valideynlərimizə təşəkkürümüzü bildiririk ki, məktəbimizə gəlmişsiniz, bizim dəvətimizi qəbul etmişsiniz, xoş gəlmişsiniz. Qeyd etmək istəyirəm ki, bu ilki tədris ili digər tədris illərindən təbii ki, çox fərqləndi. 2014-2015-ci tədris ili çox gərgin keçdi. Məktəbdə çoxlu dəyişikliklər baş verdi. Bizim Ağbirçən müəllimlərimizdən birinin sözlərinə istinadən deyirəm ki, bəlkə həyatımızda biz bir belə yorulmamışdıq. Necə ki, bu tədris ilində yorulduq. Amma bizi ruhlandıran, bizə mənəvi dəstək verən, bizi sevindirən odur ki, bizim nəticələrimiz göz qabağındadır. Məktəbimiz gündən-günə inkişaf edir. Məktəbimiz bizim gözümüzün qarşısında dəyişikliklərə doğru gedir. Müsbət dəyişikliklərə doğru gedir. 6-7 ay ərzində məktəbimiz bir çox nailiyyətlərə imza atmışdır. İstər olimpiyada iştirakçıları baxımından bizim bir şagirdimiz ikinci yer tutaraq düzdür finala yüksəlmədi, amma məktəbimizin tarixində imza atdı. İstər idman sahəmiz, Qaradağ rayonu üzrə Təhsil Nazirliyi tərəfindən təşkil olunan futbol yarışmasında, 8-ci siniflər arasında futbol yarışmasında Qaradağ rayonu üzrə komandamız birinci yer tutaraq Bakı birinciliyinə qatıldı. Şahmat yarışlarında üçüncü yerlə, birinci yerlə gələn şagirdlərimiz var. Artıq bir şagirdimiz informatika müsabiqəsində, Qafqaz Universitetinin təşkil etdiyi informatika müsabiqəsində birinci yer tutaraq Qafqaz Universitetinin tələbələri sırasına qatıldı. Yəni, mənim sizin vaxtınızı almamaq üçün sadaladığım nailiyyətlər təvəzzükarlıqdan uzaq olsa da deyirəm, çox oldu. Amma yenə də deyirəm, bizim bu yorğun, gərgin tədris ilimizə baxmayaraq, bu bizə mənəvi ruh, mənəvi dəstək verir. Mən fürsətdən istifadə edərək bütün tədbir iştirakçılarına bizim qonaqlarımızı təqdim etmək istəyirəm. Bugün məktəbimiz tarixi bir günü yaşayır. Tarixi bir günü ona görə yaşayır ki, həm Təhsil Nazirliyinin, həm yerli icra hakimiyyəti orqanlarının, həm Qaradağ rayon YAP təşkilatının nümayəndələri və özdə yüksək səviyyədə təmsil olunan nümayəndələri məktəbimizə təklif buyurmuşdular. Təhsil Nazirinin müavini, Bakı şəhəri üzrə Təhsil İdarəsi müdürünün səlahiyyətlərini müvəqqəti icra edən Ceyhun müəllim Bayramov bizim bir gün qonağımızdır. Ceyhun müəllim, xoş gəlmişsiniz. Qaradağ rayon İcra Hakimiyyəti başçısının müavini Təranə xanım, xoş gəlmişsiniz. Qaradağ rayon İcra Hakimiyyətinin nümayəndəsi Yusuf müəllim, xoş gəlmişsiniz. Qaradağ rayon Yeni Azərbaycan Partiyası təşkilatının sədri Aydın müəllim, xoş gəlmişsiniz. Bakı şəhəri Təhsil İdarəsinin İctimai Əlaqələr Şöbəsinin müdiri Arzu xanım, xoş gəlmişsiniz. Bakı şəhəri üzrə Təhsil İdarəsinin Təcizat və Təminat İdarəsinin rəisi Şahin müəllim, xoş gəlmişsiniz. Həmişə məktəbimizin qapısı sizlərə açıqdır. Hörmətli şagirdlərimiz, əziz şagirdlərimiz, mən sizi bugünkü son zəng bayramı münasibəti ilə bütün müəllim heyəti adından, bütün kollektivimiz adından səmimi qəlbdən təbrik edirəm. Mən arzu edirəm ki, siz tezliklə bizim ali təhsil müəssisələrə qəbul olaraq tələbələr sırasına qatılasınız və məktəbimizin adını zirvələrdə daşıyasınız. Mən arzu edirəm ki, 228 sayılı məktəbin buraxdığı hər bir məzun Azərbaycan dövlətinin layiqli vətəndaşları sırasına daxil olsun.
Yeri gəlmişkən fürsətdən istifadə edərək mən qeyd etmək istəyirəm ki, təhsil sahəsi Azərbaycan dövlətinin, xüsusilə Azərbaycan Respublikası Prezidentinin möhtərəm İlham Əliyev cənablarının həmişə prioritet sahəsi kimi qiymətləndirilir. Siz fikir verin, hər il neçə məktəb binası inşa olunur, neçə məktəb binaları təmirdən çıxır. Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyeva həmçinin neçə məktəb binalarının inşasında Heydər Əliyev Fondu dəstəyi ilə iştirak edir. Neçə məktəb binalarının açılışında iştirak edir. Cənab Prezidentimiz təkcə təhsilə deyil, Azərbaycan dövlətinin digər bütün sahələrə xüsusi önəm diqqət yetirir. İdman sahəsi, qeyri-neft sektorunun inkişafı, Azərbaycan Respublikası dinamik inkişafla inkişaf etmiş dövlətlərin sırasına iri addımlarla gedir. Mən ona görə fürsətdən istifadə edərək bütün 228 sayılı məktəb kollektivi adından, şagirdlər, valideynlər adından Cənab Prezidentimizə dərin təşəkkürümü bildirirəm ki, təhsilə bu cür qayğı diqqət var. Çox sağ olun Cənab Prezidentimiz. Cənab Nazir Mikail Cabbarova təşəkkürümüzü bildiririk ki, məktəbimizə bu cür dəstəklər verilir. İstər maddi, texniki, tədizat baxımından, istər mənəvi dəstək baxımından. Biz hər cür, hər gün dəstək görürük. Ona görə dərin təşəkkürümüzü bildiririk Mikail müəllimə. Mən istəyirəm ki, çox danışmayayım, tədbirin digər iştirakçılarına, xüsusilə qonaqlarımıza söz vereyim. Ona görə Ceyhun müəllim, bəlkə sizin ürək sözləriniz var. Buyurun, bölüşün bizimlə. Çox sağ olun. Hörmətli tədbir iştirakçıları, əziz müəllimlər, hörmətli valideynlər, əziz şagirdlər, əziz məzunlar, ilk olaraq mən sizin hər birinizi, bütün tədbir iştirakçılarını Azərbaycan Respublikası Təhsil Nazirliyi adından, Bakı Şəhəri Təhsil İdarəsi adından və şəxsən öz adımdan səmimi qəlbdən salamlamaq, ən xoş arzularımızı və təbriklərimizi bildirmək istərdim. Bu günləri biz 2014-15-ci tədris ilinə yekun vururuq. Azər müəllim çıxışında məktəbin nailiyyətləri barədə danışdı. Hesab edirəm ki, ümumilikdə 2014-15-ci tədris ili Azərbaycan təhsili üçün, xüsusilə ümumi təhsil üçün uğurlu bir il oldu. Mən yalnız bir sıra bu ildə yeni tətbiq olunan, ilk dəfə qəbul edilən qərarlar, olunan yeniliklər barədə qısa da olsa fikirlərimlə sizlərlə bölüşmək istərdim. Bu tədris ilində ilk dəfə olaraq ümumi təhsil sisteminə daxil olan müəllimlər müəllim andı içərək işə başladılar. Bu il ilk dəfə olaraq gələcəyin müəllimi təqaüdü təsis edildi və 300 nəfər ən yüksək nəticə göstərmiş, 500 baldan yüksək nəticə göstərmiş və ixtisas seçimində müəllimlik peşəsini ilk göstərən 300 müəllim tələbəmiz həmin təqaüdə layiq görüldü. Bu il ərzində ilk dəfə olaraq Respublika Fənn Olimpiadalarının keçirilməsinin yeni qaydaları və çox kütləvi və təşkil olunmuş şəkildə ilk dəfə bu olimpiyada yeni qaydalarla keçirildi. Təhsil inkişafı üzrə dövlət strategiyası üzrə 2015-ci ilin yanvar ayında fəaliyyət planı təsdiq edildi birlikdə başçı tərəfindən. Bu il 23 il ərzində ilk dəfə olaraq müəllimlərin diaqnostik qiymətləndirilməsi keçirildi və yanvar ayında ölkə başçı sərəncamı ilə diaqnostik qiymətləndirmə keçirilən müəllimlərin dərs formasının dəyərləndirilməsinin artırılması barədə sərəncam imzalandı. Və bir sıra digər yeniliklər və tədbirlər həyata keçirildi. Ancaq bu günləri bizim bugünün əsl qəhrəmanları, bugünün əsl səbəbkarları 2015-ci ilin məzunlarıdır. Onların həyatında
hər bir insanın həyatında olduğu kimi çox gözəl, uğurlu, eyni zaman həyəcanlı bir an yaşanılacaq bu günlər. Onların həyatında son məktəb zəngi çalınacaq. Və mən üzümü tutub məzunlara, onlara bəzi müraciətlərimi eləmək istəyirəm. 11 il bundan öncə siz bu körpələr kimi ilk dəfə olaraq məktəbə qədəm qoydunuz. 11 il ərzində siz burada fənləri yiyələndiniz, biliklər əldə etdiniz, xarici dilləri öyrəndiniz. Ən əsası nitq, ünsiyyət, davranış mədəniyyətinə yiyələndiniz, mənəvi təkmilləşdiniz. Müstəqil qərar qəbul etmək, problem həll etmək kimi qabiliyyətlərə yiyələndiniz və bu təbii ki, öz-özünə olmadı. Mən istəyirəm ki, siz biləsiniz, sizin hər bir uğurunuz həmin insanları sevindirdi, ən kiçik də olsa probleminiz onları kədərləndirdi və sizin bu günləri müstəqil həyata hazır vəziyyətdə, müstəqil həyata atılmağınızın əsas səbəbkarları sizin valideynləriniz və müəllimlərinizdir. Və mən istəyirəm ki, siz həyatda harda olmağınızdan asılı olmayaraq, hər bir zaman bunu yadda saxlayasınız və valideynlərinizə və müəllimlərinizə minnətdar olasınız. Mən bir fikri də sizdən bölüşmək istərdim. Hesab edirəm ki, siz çox şanslı gənclərsiniz. Şurasında ölkəmizin bir il sədrlik etməsidir. Bu, Bakı şəhərinin qısa müddət ərzində dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsidir. Azərbaycan bölgələrinin günü-gündən inkişaf etməsidir. Bu, ilk dəfə olaraq tarixdə Avropa oyunlarının Azərbaycanda keçirilir. Mövcud olan təhsil müəssisələrimizin bazası təkmilləşir. Azərbaycanın artan nüfuzu o deməkdir ki, dünyanın aparıcı ali təhsil müəssisələri Moskva Dövlət Universitetinin Bakı filialının açılmasını, Seçinov adında 1-ci Moskva Tibb Universitetinin Bakı filialının açılması, Maastricht Biznes Məktəbinin AD Universiteti ilə birgə, Heriot Vot Universiteti ilə Bakı Ali Neft Məktəbi ilə birlikdə, London İqtisadiyyat Məktəbi ilə Azərbaycan Dövlət İqtisad Universitetinin birlikdə ikili diplom proqramlarının həyata keçirilməsi. 2007-ci ildən etibarən həyata keçirilən Azərbaycan gənclərinin xarici dövlətlərdə təhsil üzrə dövlət proqramının tətbiqi. Bugünkü günədək 3200 Azərbaycanlı gənc, Azərbaycanlı tələbə dünyanın 33 ölkəsinin təmsil etdiyi 500-ə yaxın universitetdə, dünyanın aparıcı universitetlərində təhsil imkanları əldə etmişlər. Mən burada Ulu Öndər Heydər Əliyevin Azərbaycan gənclərinin 1-ci forumunda 2 fevral 1996-cı ildə söylədiyi bir ibrətamiz fikri söyləmək istərdim. Ulu Öndər deyirdi, mən əminəm ki, Azərbaycanın gələcəyi etibarlı əllərdədir. Çünki bizim gənclərimiz sağlam düşüncəli gənclərdir. Bizim gənclərimiz vətənpərvər gənclərdir. Xalqını, millətini sevən gənclərdir. Mən sizin hamınıza məhz Ulu Öndər Heydər Əliyev dediyi gənclər və gənclik olmağınızı arzu edirəm. Mən arzu edirəm ki, həyatda nə ilə məşğul olmağınızdan asılı olmayaraq, həyat yolları sizin üzünüzə hər bir zaman açıq olsun. Mən arzu edirəm ki, sizin valideynləriniz, müəllimləriniz və bu vətən hər bir zaman sizinlə fəxr edə bilsin. Hər birinizi ürəkdən təbrik edirəm. Diqqətinizə görə çox sağ olun. Söz verilir Qaradağ rayon İcra Hakimiyyəti başçısı müavini Təranə xanıma. Buyurun Təranə. Hörmətli qonaqlar, hörmətli müəllimlər,
hörmətli valideynlər, əziz məzunlar, əziz şagirdlər. Mən də sizin hər birinizi Qaradağ rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılovun adından salamlayıram. Bu gözəl gündə, bu unudulmaz gündə əziz məzunlarımıza müvəffəqiyyətlər arzulayıram. Məndən əvvəl çıxış edən natiqlərin sözlərinə qüvvət olaraq bildirmək istəyirəm ki, indiki məzunlar, bugünün məzunları əlbəttə 10 il əvvəlki məzunlar